Bax belə pulumuz yetərincə pulumuz var. Biz bir dənə kassa alsaq daha yaxşı olar. Tez kassanı sifariş verək. Çox yaxşı xəbərlərim var. Biraz səbirli olun. Biraz səbirli olun. Yaxşı. Bunu yerləşdirək müvəqqəti olaraq bura. İndi deyəcəm xəbərlərimizi sizə. Xəbərlərimi deyəcəm. Demək, biz harda qaldıq? Spagetti. Gəl bura. Bunlardan əlavə yenə sifariş verməliyəm. Verəcəm də. Sadəcə biraz səbirli olağın. Oyunun axarı məncə çox qəşəngdir. Qiymətlərin bahalı olmağından müştərilərimiz şikayət edir. Ağlayırlar bizim teritoriya, bizim ərazinin müştəriləri həmişə kimi. Məncə söhbət tutanlar tutur bu yerdə. Nə deyirsin mənim əziz, gözəl izləyicilərim? Yaxşı ki varsınız. Bir dənəsiniz. Bütün duzları yığdım. Mən marketimi səliqəli istəyirəm. Səliqəli görmək istəyirəm. Amma biraz bizim müştərilərə çatmaq olmur. Bax bu duzda artıq sifariş verdim. Heç bir mənfi cəhəti yoxdur. Eyb yox. Səbirli olaq. Bax buradan bizim zeytun yağını məhv eləyiblər. Tez zeytun yağı sifariş ver. Satın al. Axşam oldu. Zeytun yağını yerləşdirək ora. Bax belə, çox gözəl, az qalıb, çox az qalıb. Marketimizin işıqlarını yandıraq. Nə tapmadım. Hər şey var aha. İşte su benim için bağlı, eyb yox. Bax belə, günümüz yekunlaşır. Saat 9 olmamış tez sifarişlərimizdən verək. Bax bundan sifariş verək. Birlikdə bizim nəyimiz az olur. Dur yağ iptal eləyəcəm. Dur yağ çoxdur. Oo 344. Dur yağ buradan tapaq. Yağ. Hayda gecikdik. Qaldı sabaha. Bir neçə saniyə gecikdik. Dedi ki saat 9'dan sonra işləmir. Buranı da təmizləyim. Duzları alıblar. Bunu yerləşdirək. Bir dənəsini götürün. Götürməyibsiz, eyb yox, canınız sağ olsun. Heç bir sıxıntı yoxdur. Hər şey çox gözəl yolundadır. Hər şey yaxşıdır. Bir dənə burada bizim çayımız var. Bunu da yerləşdirək. Gəl bura. Təsdiq eləmə, gəl bura. Gəlmir. Gəldi. Ged ora. Biraz marketimiz qaranlıq qalır. Baxın dostlar, çox qəşəng 11-ci səviyyəyə yenidən çatdıq. Pulumuz çox qəşəng irəliləyir. Biraz marketimizə diqqət elədim, diqqət ayırdım. Resprons kanalına xoş gəldiniz. Hamınızı salamlayıram. Pender tapa bilməz. Sabah taparsınız xanım. Evi yox, bu qədər sıxıntıların ötəsindən gəldik. Bu günümüzün 2 dənə müştərisi qalıb, onları da yola salır bizim kasserimiz. Ondan sonra yeni günə, yeni video açılışından başlayıram. Əzizlərim, gözəllərim, bir dənə bəyənmə işarəsi verin, bəyənin, kanala abunə olun, zil düyməsini açın ki bizdən gələn, hər gün gələn videolarımızı təqib eləyin, izləyin bizi. Öpürəm sizi, sevirəm, günü yekunlaşdırıram. 17-ci gün bitdi, məmnun müştəri 19.
tapılmayan ürün 15, bahalı bulunan ürün 8. Bunların hamısını qaydasına qoyacağım. Səbirli olun. Səbirli olun. Demək, məsələ nədir? Bax, sırayla nə elədim? Bax, bir də toplanıca görə mısır gevreği, ekmek, un, yağ, makaron. Bax, bunların hamısını sırasıyla yerləşdirdim rəflərimə. Əvvəlcə o sifarişləri verim. Onları düzə-düzə söhbət eləyək. Baxın, pendir yox idi. Pendirimiz gəldi. Pendiri amma sıraya qoymamışdım. Amma indi həll eləyərəm. Heç bir sıxıntı yoxdur. Deyirəm. Bax, makaronlarımı bax buraya yerləşdirirəm. Makaron full 4 polka, 4 sıradır. 4 sıranın 4'ünü də makaronla dolduracağım. Heç bir rəfim boş qalmayacaq. Bax, bu məhsul üçün məhsul harda yerləşir? Tapıram bu məhsulun ünvanını. Yerləşdirirəm rəflərinə. Qaydasında hamısı düzgün cərgəsində. Bax, bu bizim kofemizdir. Bax, bu cərgə ancaq kofelərə baxır. Bu cərgə şəkər tozu, bu cərgə makaron. Makaron sevənlər videonu bəyənsin, bəyənməsin. Makaron, yox. Nəysə, fikir verməyin mənə. Mısır gevreğimiz də gəldi, yerləşdirdik onu da polkalara, rəflərin sırası ilə zeytun yağlarını da yerləşdirək. Bax, bundan bir dənə qalıb ondan. Onu da gətirək, yerləşdirək. Çox qəşəngdir. Bax, indi bizim marketdə bunu niyə elədim mən? Bizim marketdə dostlarım, əzizlərim, nəyin hansı məhsulun bitdiyini müştərilərdən xəbər almaq istəmirəm. O zaman nə etməliyik? Biz bu qayda, bu təklif üzrə bütün məhsulları sırası ilə yerləşdirməliyik. Ona görə də bu taktikanı fikirləşdim, tapdım, düşündüm. Öz beynimlə tapışam. Bir dənə duz qalıb. Götürün, götürmürlər. Neçə vaxt bunu almırlar. İndi baxaq görək, marketdə təmizləməliyəm. Birinci cərgədə su dayanır, sonra pendir dayanır. Sonra yumurta dayanır, sonra süd dayanır. 4 dənə bizim soyuduculuq məhsulumuz var. Birinci su, ikinci pendir. Su buradadır. Bir dənə biz kasamızı alaq. Suları yerləşdirək bura. İkinci yerdə pendir idi, düzdür. Pendirləri də yerləşdirək cərgəsindən. Bilirsiniz niyə qəbul eləmir? Artıq elədi. Bu logolara görə gərək bu loqonu götürək ki, oradan qəbul eləsin. İkinci yerdə südümüz var idi, eləmi? Bir dənə baxaq. Yox, ikinci yerdə yumurta da 3də süddür. Bunu bağlayaq buradan. İndi yumurtaların hamısını arda yağaq. Gəl bura. Sən də gəl bura. Başqa yumurtamız varmı? Bunlar qalsın burada. Onlardan işim yoxdur. Sonra südlər. Südü qaytar qoy yerinə. Bir dəqiqə bu yumurtanın etiketini çıxardaq oradan. Etiket yadıma gəldi, yadıma düşdü. Etiket olanda kassada icazə vermir ki, ora məhsul yerləşdirəm. Bu əlimdəki kassa. Kasanı götürürəm, bax buraya qoyuram. Bunların hamısını ləğv eləyirəm. Suyu buradan götürüm. Suyu buradan götürmək üçün bunu ləğv eləyirəm. Təzədən kassaya keçirəm. Bunların hamısını yerləşdirirəm bura. Suları
çox sırası ilə gəl sən bura südlərim. Yo, hamısı gəlmə. Bunlar qarışıq yığılır. Bu da yaxşı haldır. Niyə pis olsun ki? Bu lap yaxşıdır. Burada qalan südlərimin hamısını bir cərgə ilə qəşəng mağaza səliqəli olmalıdır. Axtardığım hamısı bir yerdə olmalıdır. Fikirləşirəm. Məncə düz fikirləşirəm. Özüm fikirləşirəm, haqqıyla fikirləşirəm. Ay sağ ol, bunu da yerləşdirdik. Bura bundan çıx. Burada başqa yad ünsür var idi, onu da azad elədik. Bu kraskanı qutulaşdır, qoyaq bura. Marketin işığını yandıraq, buranı təmizləyək. Təmiz və yaxşıdır. Marketimiz maşallah par parıldayır, hər şey qaydasında. Burada səliqəli. Demək bu pendir sifariş verək. 2 dənə pendir sifariş verim. Yumurta sifariş verim. Verim də bax burada əlimdə tablet almışam. Tableti niyə almışam ki? 2 dənə bundan. Su lazım deyil. 2 dənə yumurta. 2 dənə yumurta qəşəng. 1 ədəd səndən. Nə bilim sən nəsən. Bu qalsın. 1 ədəd mısır gevreyi. Pulumuz çatan qədərini alaraq. 2 dənə səndən. 1 ədəd səndən. 1 ədəd səndən. 2 ədəd səndən. 2 ədəd səndən. Biraz da səndən. Pulumuz çatmır. Marketimizi açaq. Bundan çıxış eləyən marketimizi açaq. Bizə 200 neçə dollar var. Lazımdır ki yoluna qoyaq. Məncə birinci satışda həll eləyərik. Bir neçə satışa bunların hamısını həll eləyərik. Bax belə çalışacağım, hər gün davamlı video atam. Sevimlilərim, dostlarım, qardaşlarım. Bizi izlədiyiniz üçün təşəkkür edirəm. Baxın da, baxın bir dənə videoya baxın, izləyin, axıra kimi səbirli olun. Bəyənin, sevilirsiniz, öpürəm sizin hamınızı. Müştərilərimizi gözləyək görək gəlirlər. Opendir mi? Market açıqdır. Gəlin. Gəlin bizim marketin axıllı müştəriləri. Axıllı. Lay. Qoşqu ilə giriş qadağandır. Dam. Onsuz bizim markete artıq işimiz yoxdur marketdə. Niyə? Kasserimiz var. Tabletdən az olan məhsulları yığmışıq. Onlar da birbaşa pulumuz artanda sol tərəf yuxarıda görsənir. 11 səviyyəymiş. Oradan sifariş edək. Şəhəri gəzək dolanaq. Bir dənə gözəl yaşıllıq parka gəldik, çıxdıq. Ay, adamın ürəyi açılır. Yaşıllıq, təbiət görəndə. Təbiətdən insan rahatlaşır. Yaşıl rəng əsə bilərsə, qoyluqda, erozidir. Onu demə sizə. Sehir sınırını asıyorsun. Xəbərdarlıq gəldi. Nə oldu mənə? Şehir sınırını aşır. Lütfen şehre geri dönün. Ne olacaq atır mənə. Qoymur şəhərdən çıxmalı. Deyir sən işgüc adamsan. Get məhsullarını sat. Nə gəzirsən parkda? Sənin parkda gəzən zamanın deyil. Sənin müştərilərin var. Alışveriş elə. Vallahi. Bir də mən heç nə demirəm. Bax siz özünüz baxın. Bax kalitəyə, gözəlliyə. Nə bilim, məncə çox qəşəng görsənir də bir oyundan artıqdır. Həyəcanlanmamaq əldə deyil. Bu xəritədə bizim marketin vanı göstərir. Xəritəyə daxil oldum. Getdi. Tezliklə sistemi dəyişmək, upload eləmək lazımdır. Güncəlləmək lazımdır. Biz buradayıq. Bizim supermarket burada da az qalıbdır.
Çatırıq bura arada. Norley Old Beer House. Beer House. Nə pivəxana adı nədir? Resprons market. Gedək marketə. Ay can. Tabletdən sifarişlərimizi təsdiqləyək. Niyə? Satın al. 456 dollarımız çatmır. Tamam. Biz oraya çatana kimi yəqin ki çatar. Ay. Sıraya bax. Gözəlliyə baxın. Resprons supermarket. Resprons. Bax belə 15 dollarımız. Xanım sizdən 15 dollar gələrmi? 2 dollar qaldı. Çox təəssüf edirəm. Amma makyajınız çox möhtəşəmdir. Geyim tərziniz, zat, ayaqqabılarınız ahənglik daşıyır. Yox, sizi demirəm xanım, siz ya demirəm sizi. O bizdən marketdən alış-veriş reklamı var. Ay Allah, buna parıltıya bax. Məhsullar gəldi. Qəbul elədik. Bir dənə buranı təmizləyək. Sağ olmuşlar, batırıb buranı. Duzumuzu aldılar. Gəl görüm. Oyda duz olmayıb. Bu duz məni çərrədəcək. Bu duzu məni öldürəcək. Bir dənə duz alın. Bir dənə məhsulların qiymətlərinə diqqət eləyək. Məhsul azlığından problemimiz düzdür olmayacaq, amma siz deyin, nəyi deyin, qiymətlərdən şikayət ola bilər, problem yaşaya bilər. Pəncərəmiz kirlənib, gördünüz. Pəncərəni də silməliyəm. Ray, bax belə. Məncə ən əsası bir şeylər yaşadım, demirəm sizə. Qoy qalsın. Məncə ən əsası düzəndir. Düzənli iş görmək. İnsanın özünün də könlünə xoş gəlir. Nə idi? Pul qazanırdan ortada bir şey olmurdu. Bir dənə yumurtalarda yerləşdirək ora. Yumurta çox satılır. Biyoloji. Nə bilim ondan. Pendir az qalmışdı. Tez gətirdi, əlavə elədik. Yenə pendir gəlib. Tez o birisi məhsullara keçmək lazımdır. Orada bax. Bax bu məhsulu makaron az qalıb. Bir dənə makaron tez yerləşdirim. Makaron buradadır, gəl. Sonra ağlayacaqlar ki, tapılmadı. Zəhər tapılmadı. Bir də səbirli olmaqları yoxdur. Çox deyin ya. Bax, buranın ışığı zəif qalır, bax. Bir də ora ışıq almalıyam. Bax, buranın ışığı yoxdur. Ya da oranın ışığını çəkməliyəm ora. Çünki bax, bu haradaydı. Bunu tapaq. Mısır gevreği də yoxdur. Sən buradaydın. Ay, sağ ol. Səni tez yerləşdirdik ora. Onun bənim üçün bahalı. Sənin başıva dönərəm. Səbirli ol, həll eləyəcəm. Bu işlər respronsdadır. Bu nədir? Bu sən bundansan. Yəni ya ondan yox, sən yəni o məhsullansan. Aklıma pis zarafatlar gəlir. Mısır gevreği də gəldi. Sonra ağlamayın ki, mısır gevreği yoxdur. Bu nədir? Duz almışam. Duzu mən niyə almışam? $300 saat 9 tamam. Tabletdən çatmayan məhsulları sifariş verək. 2 dənə bundan sifariş verək.
Bir dənə səndən sifariş verək. Bir dənə səndən sifariş verək. Bir dənə səndən. Çayımız yoxdur. 2 dənə çay sifariş verək. Kofe sifariş vermirəm. Bir dənə makaron sifariş verirəm. Bir dənə mısır gevreği. Bir dənə un. 2 dənə yağ. 2 dənə basmati pirinç. 2 dənə yumurta. Suyu da var. Bunları sabah sifariş verərəm. Bir dənə yer təmizləyək. Təmizliyə diqqət eləməyimiz çox yaxşıdır. Bu müştərilərdən puan toplayırıq marketin təmizliyinə. Bu karovka orada qutu olduğunu düşünürəm. Gəlsən bura. Şişələrdə pırıl pırıl, parlaq parlaq eləyək. Gün yekunlaşdı. Xanımın da pulunu olaq. Duz varmı? Duz bir həftə duz almayacağım. Günümüz yekunlaşdı. Çox yaxşı bulunamayan ürün 1 dənə, bahalı ürün 7 dənə. Canımız sağ olsun. Məhsulların qiymətinə gün başlamamışdan öncə diqqət eləyəcək. Öncə tabletdəki məhsullarımızı sifariş verdik, sifariş təsdiqləndi. Yerləşdirək məhsulları. Bunları cərgəsindən, sırasından çox möhtəşəm. İndi qalır oyun oynamaq dostlar. Can. Bax, mən sizə başda demişdim, bilmirəm, deməmişdim. Bilmirəm, onu da bilmirəm. Marketi rəhlədim. Marketin düzənini, qaydasını qoydum, rəf aldım. Canım sizə desin. Uçurumdan xilas oldum, marketi yoluna qoydum. 12-ci səviyyəni açdım. Kassi boğazım qurudu. Bax belə. Hər şey yoluna qoyduq. Bunlar biraz zaman alır, bu rəfləri düzməyiniz. Yəqin ki, bunda bir çarəsi var. Oyun stolum yoxdur. 1 saatdan artıq oturan kimi adamın beli ağrıyır. Təbii olaraq. Fıstıq ezməsi. Bax, bu məhsulları yerləşdirirəm. Biləm ki, daha qəşəng görsənəcək market. Dolu dolu, əsl supermarket. Əsl supermarket halına çatıraq. Mısır gevrəyimizi də gətirmişik. Un gəlib. Onun bahalı olmağınla bağlı şikayətlər var idi. Gözümdən qaçmayıb. Bu gözlərdən bir şey qaçar. Ona bir əl atacağım. Marketi açmamışdan qabaq bir dənə ona əl atın. Onu yoluna qoyum. Sonra marketi açacağım. Bu arada deponu da açmağın zamanı gəlib. Kreditlərimizi ödəyək. Pendir almışıq, pendir. Pendir bu olsun. Pendirin ziyanı yoxdur. Pendirə görə biz şey almışdıq, töhmət almışdıq ki, marketdə nəsə çatmır. İndi gələk əsas məsələyə, qiymətlər. Qiymətləndirmə. Demək, mısır gəvrəyi. Qiymətləndirməni necə dəyişə bilərik? Bax, 8 dollar olub, biz 6-dan veririk.
Bax bu 18 dollar elədim, 5 dollar 4 4.30 nədir? Yağ. Yağın qiyməti yaxşıdır 4 7 3 Bunda 4 eləyək. Qiymətlər bahalaşıb. Bunu 12 eləyək. Bunu 5.10 5.50 eləyək. Ons kassaya baxmırıq ha, qiymətlər necə gəldi ola bilər. 0.7 olsun. Bunun qiyməti yaxşıdır, bu da yaxşıdır. Bu 7.50 olsun. 6 yaxşıdır, 7 bu çoxdur. Bu nədir? Makaron 6 7 3 Hər şey qaydasındadır, şikayət eləyə bilməzlər. 34 dollarımız var. Olsun. Market açaq. Market açdıq da basılı tut. Yəni nə edə bilərik biz burada? İşıq ala bilərik. Yoxsa işığın yerini dəyişək. İşığın yerini dəyişsək məncə daha ekonomik olar. Bir də ödənişləri eləyək bizim indi. Nə qədər ödənişimiz qaldı? Kasser qaqaş. Burada olsa sizə problem yaratmaz. Məncə yaratmaz. Nəsə dedim, yadımdan çıxdı. Hə, qiymətlər. Bax, kredit almağımız açılıb. Kredit, ödəmələrə gerək. Ödəyə bilmirəm. Niyəsə ödəyə bilmirəm. Nə deyir burada? Fatura tayson ödəmə tarihi bir gün var. 19-20-ci gün. Kreditlər erkən ödə. 165 dollar ödəsəm mənim kreditim bağlanır. Yönetim, faturalar. Ay. 35 dollara qalxıb kirayə. Görüb ki, qazancımız çoxdur. Mağazanın adını dəyiş, girişi dəyiş. 750 dollar. Bizim çox pula ehtiyacımız var. Biraz market təmizləyək ki, marketin dəqiqə tarif deyəcəm. Marketin nəyinə təsir eləməsin? Marketin nüfuzuna təsir eləməsin. Nüfuz. Duz qalsın burada. Süd məncə yetər. Baxaq da, yetər deməyək biz. Bir dənə yumurta sifariş verək, bir dənə süd sifariş verək, boş beşər dayanmışıq. Bir dənə su sifariş verək, pendir qalsın. Bir dənə səndən, bir ədəd səndən, bir ədəd zeytun, bir ədəd səndən, fıstıq əzməsi sifariş verək. Pulumuz çatmadığının fərqindəyəm. O alış-veriş edirik də. Səndən. Çörək almalar. Bizim bu 5 dollara çörəyə qoymuşam. Olmazlar da. Mən çörəyi nə vaxt 5 dollara qoymuşam? Ey. Ay xanım. Bir kameraya baxaq görək nə var, nə yox marketdə. Getdi. Oyun getdi. Batırmışlar yenə yeri.
Ana atanın əlləri vursun. 200 neçə dollarımız var. Bəlkə sifariş verək. 105 dollarımız çatışmır. Səbirli olaq. Çörəyin qiymətinə bir nəzarət et. Çörək niyə bu qədər gec satılır? Çörəyin qiymətini 4.68 edək. Bəlkə satış eləyə bilərik. Çoxdur çörəyin qiyməti. Depomuzu da hələ aça bilmədik. Depo buradadır, qapı o tərəfdə. Yəqin ki, deponu da böyüdə bilərik. Böyük gəlib buradan açılacaq. Bəlkə də. Baxaq, nə qədər pulumuz çatmır? Çatır, hamısı çatır. Sifariş verdik. Gedək məhsulları yerləşdirək. Vay, yenə qutular. Biz bunun rahat üsulunu tapsaydıq çox yaxşı olardı. Yaxşı, bunu da rahat üsulunu tapdıq. Hamısını rahat üsulunu tapdıq. Bizim daha bu marketdə işimizin adı nə olacaq? Nə iş görəcəyik? Yəqin ki, yenə işlər çıxacaq da. Elə fikirləşirəm. Yəqin ki, başqa yerdə ikinci mağaza açarıq. Amma yaxşı da. Çox əyləncəli oyunda. Bir şeylər öyrənsən, təcrübən artar. Siz də baxırsınız, izləyirsiniz. Həm oyun kimi, həm market işlətməsi kimi. Həm də biraz əyləncəli, çox əyləncəli deyə bilmirəm, amma bilirəm ki, çox əyləncəli hava zamanla gəlib çatacaq. Zaman gələcək və biz çox əyləncəli, söhbətçil hala gələcək. De görüm, nə eləmişəm qaşqaba. Yeni mövzu çıxdı. Deyir, bütün kassalar doludur. Yaxşı xanım, bir dənə kassa alaram, səbirli olun. Pəncərə batmaq istəyir. Get də, işığı yandırmamışım. Bax, belə. De görüm, nə eləmişəm. Qaşqabağım yerlə gedir. De görüm. Pesoxları nə eləmişəm. Dararay, ray. Belə bu südləri yekunlaşdırmışdılar. Vaxtında çatdım ha. Gərək süddən bir kaset alam. Gözümüz aydın. Yeni tema var. Kassa doldu. Kassamız çatdıra bilmirik ki. Yeni kassa almaq məcburiyyətindəyik. Niyə də olmasın, pulumuz gəlir aha. Gəl kassa al. Toptancı mobilya. Kassa. Ters kassa. Ters kassayı istəmirəm. 500 dollar olsun. Saat 9'dan sonra olmaz. Saat 9'u kesin. Ay səni. Duz olmalılar, alıblar ya. Axır ki duzdan. Canımız qutardı, vidalaşdıq. Bu nədir la? Bura gəl ab. Səni şərəfsiz oğrunu tapdım. Oğru. Çox tez qaçır. Mən indi gəl onu tut. Sən seçil görüm. Elə bilir. Daha gəlmirəm də. Bir dəqiqə səbir ol.
Dəqiqə səbir ol. Ay gözəl xanım, sən başıva dönüm. Quzu kəsim, mən bizim marketdə niyə oğurluq eləyirsən? Denə sizə hədiyyə eləyim, nə istəyirsiniz oradan? Deyin də. İndi mən sizi necə vurum? Hara apardınız, harada gizlətdiniz? Heç yaraşır sizə bu belə oğurluq. İstəyərdiniz mən sizə marketi verərdim. Səni. Niyə vura bilmirəm? Şeye düştü. Buga düştü. Buga. Hanım çaşdı kaldı. Neyse verirəm onu sizə. Günü yekunlaşdıraq. Bahalı ürün bir ədəd. Desinlər daha neyniyək. Məmnun 34 dənə müştərimiz olubdu. Mısır gevreği ucuzlaşıb, siyah çay bahalaşıb, farin unun bahalaşıb. Bax belə bugün, bax bu video, bax belə bu yerdə yekunlaşdırıram. Bu yerdə stop deyək. Növbəti gündə videomuz davam eləyəcək dostlarım. Öpürəm sizi. Səsimin yorğunçuluğunu yəqin ki hiss eləyirsiniz. Bura kimi izləyən bütün izləyicilərimə ayrı təşəkkür edirəm. Siz ürəksiniz, siz dəyərlisiniz.